Azərbaycanı Eurovision mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndinin Astanada keçirilən musiqi müsabiqəsində Ermənistan təmsilçisinə 12 bal verməsi və ardınca onu qucaqlamasına ermənilərin də cavabı gecikməyib. Bella Babaxanyan adlı erməni bloger Samirə Əfəndinin hərəkətini tənqid edib. Bloger sosial şəbəkədə paylaşdığı videosunda qeyd edib ki, Azərbaycanlı münsif erməni iştirakçını qucaqlayarkən müharibədə ölən qardaşlarını, oğlanları heç düşünməyib. Bella Babaxanyanın dediklərindən Paşinyan və Əliyev sülhdən danışandan sonra nədənsə Azərbaycanlıların hamısı sülh tərəfdarı oldu, mehribanlaşmağa başladılar. Bu qız da yarışda bizim iştirakçıya yüksək bal verdi və nə üçünsə özünü çox mehriban göstərməyə çalışdı ki, sanki o sülh tərəfdarıdır. Durdu, hətta bizim təmsilçini qucaqladı da. Bəlkə də bu erməni kişisini qucaqlamaq üçün bir fürsət idi. O, bu hərəkəti erməni kişisini qucaqlamaq üçün etdi. Amma nədənsə bizim təmsilçini qucaqlayanda müharibədə ölən qardaşlarını, oğullarını yadından çıxardı. Bildirək ki, Samirə Əfəndinin erməni təmsilçisinə 12 bal verməsi, onu qucaqlaması narazılığa səbəb olub və günlərdir müğənni bu hərəkətinə görə sərt tənqid olunur.